Afət Fərman qızı, sən mənim adımı çəkə bilmirsən, amma mən sənin adını çəkərək danışıram. Deməli, deyirsən ki, mənə deyirsən də sözündən belə çıxır, storylərindən belə çıxır. Eybi yoxdur, demənəm. Ana sözü söyürsən, anama ağzıva gələn danışırsan. Amma nəzərvə çatdırım ki, mənim anam 23 yaşında evdar qadın olaraq, evdar gəlin olaraq dünyasını dəyişib. Sənin anan 60 yaşında palatka müğənnisi olaraq dünyasını dəyişib. Bir bax gör o sözlər kimə yaraşır, kimin anasına yaraşır, kimin anasına layiqdir. Və mən ana görmədən böyüyən bir qız göz qabağındayam. Sən ana görərək böyüyən bir 50 yaşında qadın. Sənin danışığına bax, mənim danışığıma bax, sənin rəftarına bax, mənim rəftarıma bax. Qaldı o it qızı məsələsinə, bəli, Afət Fərman qızı. Onu sən mənə demirsən ki, mən əgər sənə deyirəmsə, Afət Fərmanın qızı yox, Afət itin qızı olaram. Və bunu dəfələrlə demirsən, bu sənin ağzının sözüdür. Bu sənin öz sözündən deyim, leksiyonunda var. Bir məsələni də qeyd edeyim. Deyirsiniz ki, burada sevgili, Rusiyada sevgili, buradakı sevgiliyə deyirəm, nə bilim Rusiyadayım, 3 paltar dəyişirəm. Bu necə fəngiyatda danışırsınız? Birinci, mənim uşaqlarımın atası Azərbaycanda yox, Rusiyadadır. Uzun müddətdir ki, artıq Rusiyadadır və orada iş görür, orada yaşayır. Və bir də yaşı paltarı dəyişdim, bəygəlini də mi dəyişirəm mən orada? Mən tək şəkil paylaşmıram. Mən bütün toylarımdan bir şəkil, bir video paylaşıram. Videonu nə edirəm bəs mən? Restoran da mı dəyişirəm, bəygəlini də mi dəyişirəm, qonaqları da mı dəyişirəm, musiqiçiləri də mi dəyişirəm? Belə şər atmır.